Deməli, bizə deyir ki, NA 6K minus 2-dir. NB-ni də veribdir. NB-miz neçə idi? K plus 8-dir. Və N A birləşmə B bərabərdir. Bax, bunun birləşməsi bərabərdir 4 vurulmuş N A ilə B-nin kəsişməsinə. Və bizə şərt veribdir Ayşə. Şərtdə deyir ki, N A bərabərdir N B-yə. Bu bizim şərtimizdir. Yəni, bu şərtə əsasən işləyəcəyik. Olarsa, sənə deyir ki, N A ilə B-nin kəsişməsi nəyə bərabərdir? Yəni, sən bax burada. Tapacağın şey, bax, bu sual işarəsi qoyduğumdur. Bax, bu. Bunu tapacaqsan. Və şərtdən istifadə edərək tapacaqsan. Şərtdə nə deyir? Gəl şərtini edək. N A bərabərdir N B-yə. N A neçədir? 6K minus 2. 6K minus 2 bərabərdir K plus 8-ə. Şərtdən istifadə elədim. K-nı tapdım. 6K-dan K bu tərəfə keçəndə 5K olur. Çıxıram axı. 8, 2 də bunun yanına gələndə 10 olur. K-nı da tapanda 10-u 5-ə bölürəm, 2 olur. K-nı tapdıq 2. İndi gəl, şərti davam etmək üçün biz ayrı-ayrılıqda N-A-nı da tapaq, N-B-ni də tapaq. K-nı tapmısan, gətir yerinə qoy. Deməli, N-A o zaman neçə olacaqdır? N-A-mız bərabər olacaq. K-nın yerinə 2 qoysaq, alt dəfə 2, 12, 12-dən 2 çıxanda 10. N-B-miz neçə olacaq? N-B-miz də olacaq. K-nın yerinə 2 qoysam, 2 isə 8 gəlsəm, 10. N-A-nı da, N-B-ni də ayrıcalıqda biz tapmışıq. Düzdür? İndi gəl bunun birləşmə ilə kəsişməsinin əlaqəsini yazaq. Bax, bu bizə verilmiş olan əlaqədir. Bunu təzədən bura köçürürəm. Əlaqəni bu cür veribdir bizə. N A birləşir B ilə bərabərdir. 4 vur N A kəsişmə B ilə. Bu əlaqədən deyirsən, kəsişməsini tap. Buranı deyir, tap. Bura məhculdur. İndi nə edirik? Yazırıq ki, sualda bizə nə deyir? Sualda bizə deyir ki, N A birləşmə B bərabərdir, bax, bu ifadəyə. Bax, bu ifadə buna bərabərdir. Yəni, bax, birləşmənin ifadəsi buna bərabərdir. O zaman yerinə qoyuruq. N A neçə idi tapmışıq? 10. N B neçə idi? 10. Birləşmə deyəndə bunları toplamırdıq. Birləşmə deyəndə toplanması da birləşməsi. N A, yəni 10 plus 10 çıx N A ilə B-nin kəsişməsi. Bax, bu. Bu tərəfə keçirtdim də elə bil ki. Bərabərdir 4N A ilə B-nin kəsişməsinə. İndi gəl yerinə baxaq. 10 ilə 10 neçə elədi? 20. Aha, 20 bərabərdir. 4 dənə N A plus B-nin kəsişməsindən 1 dənə N A plus B-nin kəsişməsi bu tərəfə keçir, plus olur. Da olur 5 dənə nə? N A ilə B-nin kəsişməsi. Mən də N A ilə B-nin kəsişməsini tapmaq üçün nə edirəm normal olaraq? 20-ni bölürəm 5-ə. Cavab da olur 4-ün özü. Elə səndən də bunu soruşacaq. Sonra digər sualda deyilir ki, tapa bilsəm. Gəl baxaq buna. Bizə deyir ki, 60-da. Oxuyum bir dənə. Deyir ki, şərtdə deyir ki, -4, 5 və -2, 7 aralıqlarının kəsişməsinə daxil olan natural ədədlərin sayını tap. Gəl buna bir A çoxluğu deyək, buna bir B çoxluğu deyək. Deyir ki, A ilə B-nin kəsişməsini tap. A ilə B-ni kəsişdir. Bu zaman nə edəcəyik? Bax, əvvəlcə gəl Ayşə. Buradan kəsişməni tapaq görək kəsişmə nə qədərdir. Bax, birinci kəsir üçün ədəd oxu çəkəcəm. -4-dən 5-əcən. Düzdür? -4-dən 5-əcən. Nə -4-ü alır, nə də müsbət 5-i alır. Çünki yarım mötərizədən istifadə ediblər. Burada da
İndi birini də çəkirəm. Birini də çəkmirəm. Elə bunun üzərində qeyd eləyəcəm. Bax, bu -4 deyil. Bunu biraz uzun çəkim, sənə tam göstərmək istəyirəm. Gözlə. Bax, burada -4-ü qeyd etdim. İndi ədəd oxunda sağa doğru irəliləyirəm. Sıfıra yaxınlaşdıqca azalmalıdır. -3, -2, -1, 0, 1, 2, 3, 4, 5, 6, 7-yə qədər gəlsəm kifayətdir. 7. İndi quzu, biz burada kəsişməni tapırıq, düzdür? Nəyin kəsişməsini tapırıq? Bunları bir qırmızı ilə işarələdiyim var. Bax, bu rozvi ilə işarələdiyim birincinindir. Bax, bunundur. Bunun aralığıdır. Digər yaşılla elədiyim isə -2-dən 7-yə. Bu birisinindir. Bax, bunundur. İndi biz burada nəyi tapırıq? Kəsişməni. Düzdür? Kəsişmə nə deməkdir? Hər ikisindən ortaq olan bir şey. Bax, burada yaşılla qırmızının qarışıq olan hissəsi hansıdır? Başlayır buradan. Qarışıq olan hissə. Bitir burada. Düzdür? Vəsiyo. -2-ni burada deyirdi alır. Mən də alan mötərizədə yazıram. 5-i burada deyir ki, almır. Mən də almayan mötərizədə yazıram. Niyə 5-ə qədər götürdüm? Çünki bax, 2 dənə rəngin qarışığı burada kəsişibdir. Mən 2 rəngin qarışığını bax, bu aralıqda götürdüm. Cavab oldu -2, 5. İndi sənə nə deyirdi? Bu aralığa düşən ədədləri nə deyirdi? Deyəsən, sayını tap deyirdi də. Hansı ədədlər var burada? Natural ədədlər deyirdi, səhv eləmirəmsə. Natural deyir, ha. Bax, əslində -2, -1, 0, 1, 2, 3, 4, vəsiyo. 4-ə qədər bu aralığa daxil olan ədədlərdir. Burada qeyd etdiyim ədədlər, bax, bu aralığa daxil olan ədədlərdir. 5-i almır təbii ki, -2-ni alır amma. İndi, sənə deyir ki, natural ədədləri seç. -2 olmaz, -1 olmaz, 0 da natural deyil. Hansı əşyanın sayında sıfırdan başlayırıq? Heç birini. Yerdə qaldı nələr? 1, 2, 3 və 4. Sayı 4 dənədir, quzu. Yəni, 4 dənə natural ədəd var. 1, 2, 3, 4 dənə. Bu da belə. Sonra keçək sonuncusuna. Tapsam. Aha. 64-cü sual. Baxaq bizdən nə istəyir? Deyir ki, A bərabərdir A, B, C, D və Y elementləri var. A çoxluğunun bu qədər elementi var. Çoxluğu ilə 3 elementli B çoxluğunun kəsişməsi 2 elementli çoxluq olarsa. Bax, deyir, bu çoxluqla bir dənə 3 elementli B çoxluğunun kəsişməsi. Kəsişir. Bir dənə hər hansısa bir B çoxluğunun 3 dənə elementi. 3 dənə elementindən özümüzdən götürək də. Olsun A, B, C. 3 element deyir də. Mən də 3-ünü yazım. Kəsişməsi 2 elementli çoxluq olarsa. Cavabı deyir 2 dənə elementli bir çoxluqdur. Bir dənə C çoxluğu götürürəm. Buna da yazıram, nə bilim, 2 dənə element. D ilə Y. Görək bu hərflərin yerinə nə dolduracaq. Olarsa birləşməsi neçə elementli olar? Bax, quzu, birləşməsi neçə elementli olar? Burada olacaq 6 dənə olacaq deyəsən. De baxaq. Deməli, biz burada A ilə B-nin nəyini soruşuruq? Birləşməsini soruşur bizdən. Bax, bunu bizdən soruşur. Deyir, bu nədir? Formulumuz necə oldu? A birləşir B ilə bərabərdir. Ayrılıqca A çoxluğu. Üstə gəl, ayrılıqca B çoxluğu. Çünki birləşmə demək, toplama deməkdir. Parsiyələndə bu cür yazıram. Bir də çıx, özü deyirdi mənə. A ilə B-nin kəsişməsi. İndi gətir bunların hamısını yerinə qoyaq. A ilə B-nin birləşdirək də. A çoxluğunda neçə dənə element var? 1, 2, 3, 4, 5 dənə element var. A çoxluğunun elementini qoydum yerinə. 5 dənə. Axı biz demişdik, n verəndə sayını soruşur, özünü yox. Üstə gəl. B çoxluğunda özü deməmişdi, 3 dənə element var. Sən də 1, 2, 3 dənə elementin olduğunu sənə deyirdi. 5 üstə gəl 3. Aha. İndi çıx. Bunu tapmalısan, düzdür? Kəsişmə nə demək idi? Kəsişmə çıxma deməkdir də, çıxma. Birləşmə toplamadır, kəsişmə çıxma. A-da neçə element var idi? 5.
Kəsişmə çıxma deməkdir. B-də neçə element vardı? 3. Cavab neçə oldu? 2. Bax, bunun cavabı oldu 2. Все. 5-in üstünə 3 gəl 8. 8-dən 2-sini çıx 6. Bu qədər.